Salam əziz məktəb dostlar və mən izləyən valideynlər, bugün birinci bölmənin A variantını izah edəcəm. Asan tapşırıqlar olacaq. 4835 ədədinin rəqəmlərlə yazılışı hansıdır? 4835 cavab A variantı. Hansı ədədin minlik mərtəbə qiyməti 7000-dir? Gəlin baxaq. Minlik mərtəbə qiyməti 7. Baxın, burada 7 10 minlik mərtəbəsindədir. Burada 7 onluq mərtəbəsindədir. Burada isə 7 minlik mərtəbəsindədir. Deməli, bunun mərtəbə qiyməti 7000-dir. Burada 7-nin mərtəbə qiyməti 70000-dir. Çünki 10 minlik mərtəbəsindədir. 70000. Burada 7-nin mərtəbə qiyməti 70-dir. Çünki onluq mərtəbəsindədir. Burada isə, bəli, elə burada 70000-dir. Düzgün müqayisəni seçin. Düzgün müqayisəni. Deməli, 48593 39584-dən böyükdür və bu doğrudur. Hansı ədəd 4900-dən böyükdür? 4900-dən böyük olan C variantıdır. 5900. 38246 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırsaq, hansı ədəd alınar? Baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxın, bura qədər yuvarlaqlaşdıracağıq. Görürəm ki, 3-ün sağındakı rəqəm 8-dir. Deməli, 8-dirsə, 3 bir vahid artıb olacaq 4. Digər rəqəmlər də olacaq 0. Cavab A variantı. 40000. Hansı ədədin minliklər sinifində 2 rəqəm var? Baxın, təkliklər sinifində 3 rəqəm var, minliklər sinifində 3 rəqəm var. Təkliklər sinifində 3 rəqəm var, minliklər sinifində 1 rəqəm var. Təkliklər sinifində 3 rəqəm var, minliklər sinifində 1 rəqəm var. Amma burada təkliklər sinifində 3, minliklər sinifində isə 2 dənə rəqəm var. Cavab D variantı. Boşluğa hansı ədəd yazılmalıdır? 4300 neçə onluğa bərabərdir? 4300-ü 10-a böləcəyik, yəni yanından bir 0 istəyəcəyik. 430 onluq var. 26438 ədədinin açıq şəkildə yazılışı hansı variantda verilmişdir? 2-nin mərtəbə qiyməti, yəni açıq şəkildə verilmək mərtəbə qiymətlərinin cəmi şəklində yazmaq deməkdir. 2-nin mərtəbə qiyməti 20000-dir. Çünki burada 200 minlik yoxdur ki, mən 200 minliyi götürüm. 6-nın mərtəbə qiyməti 6000-dir. Həm C, həm D hələ ki uyğun gəlir. 4-ün mərtəbə qiyməti 400-dür. Deməli, cavab C variantı olacaq. Çünki burada 4-ün mərtəbə qiymətinə 40 yazıblar. 29571 29571 ədədində 9 rəqəminin, bax bunu deyir, 9 rəqəminin mərtəbə qiyməti neçədir? Gəlin baxaq. Təklik, onluq, yüzlük, minlik. Deməli, 9-un mərtəbə qiyməti 9000-dir. Hansı ədədin təkliklər sinifindəki rəqəmlərin cəmi 14-dür? Gəlin, təkliklər sinifi buradır. Rəqəmlər 2, 0, 5-dir. Bu rəqəmlərin cəmi 7 eləyir. Uyğun deyil. Burada təkliklər sinifində 1, 2, 8 var. 8-in üstünə 2, 10, 1 də əlavə edirik, 11. Bu da 8-in üstünə 2, 10, 10 da üstünə 4, 14, bəli, deməli, burada təkliklər sinifindəki rəqəmləri topladım, elə də 14. 28319 ədədində ən kiçik rəqəmin mərtəbə qiymət neçədir? Ən kiçik rəqəmin. Burada ən kiçik rəqəm 1-dir və 1-in mərtəbə qiyməti də 10-dur. Cavab B variantı. 180.000. Baxın, 180
180.054. Ədəd neçə rəqəmidir? Əgər artıq 180.000 demişiksə, biz bilirik ki, bu 6 rəqəmi olacaq. 23-ə baxaq. Boşluğa hansı ədəd yazılmalıdır? 16.000 neçə onluqdur? 16.000-dən bir sıfırı, yəni silirik, bölürük 10-a. Tapırıq ki, 1600. Cavab A variantı. 56.000. 56.000 ədədinin rəqəmlərlə yazışı necədir? Cavab A variantı. 28.543 ədədini qeyd olunan mərtəbəyə qədər, yəni minliklərə qədər yuvarlaqlaşdırsaq neçə alınır? Baxıram ki, 8-in sağındakı rəqəm 5-dir. Deməli, 8 bir vahid artıb olacaq 9, 2, 10 minlik olduğu kimi qalacaq. Digərləri də 0 olacaq. 4862 ədədinin yüzlük mərtəbəsini 2 vahid azaltdılar. Baxın, bu yüzlük mərtəbəsini 2 vahid azaltsaq olacaq 6. Ədəd necə olacaq? Ədəd olacaq 4662. Əvvəl neçə idi? 4862 idi. Sonra yüzlük mərtəbəsini 2 vahid azaltdıq. 4662. Ədəd necə dəyişdi? 4862-dən 4662 çıxırıq. Tapırıq ki, ədəd 200 vahid azaldı. Müqayisənin doğru olması üçün boşluğa hansı ədəd yazıla bilər? Deməli, sol tərəf sağ tərəfdən kiçik olmalıdır. Mən görürəm ki, minlik, onluq və təklik bərabərdir, eynidir. O zaman yüzlüyə 6-dan kiçik rəqəm yazacağım. 4. Burada olacaq 6000, 3000, 3463. 43 milyon üstəgəl, üzr istəyirəm, 43 minlik üstəgəl 28 verilən ifadəyə bərabər olan ədəd hansı? Uşaqlar, bu tapşırıq ümumiyyətlə çox diqqət edilməli bir tapşırıqdır. 43 minlik deyirsə, mən bilirəm ki, mində 3 dənə 0 var. Deməli, 3 dənə 0-ı əlavə edirəm 43-ün yanına. Və yaxud da ki, 43-ü minə vurursunuz. Eləyir 43 min. 28 onluq deyəndə, onda bir dənə 0 varsa 28-in yanına bir dənə 0 qoyuruq və yaxud da 28-i ona vuruq, eləyir 280. 3 təklikdə elə 3 deməkdir. Bu ədədləri toplayanda eləyir 43283. Cavab C variantı. 43.856 ədədinin təkliklər sinifində hansı ədəd var? 856. Nuray gün ərzində 28365 addım atdı. Bu gün ərzində təxmini neçə addım atdı? Biz bunu yuvarlaqlaşdırsaq, deməli, burada biz istəsək bunu yüzlüklərə qədər yuvarlaqlaşdırarıq, eləyər 28400. Bu cavab da var. Burada 10 minliklərə qədər yuvarlaqlaşdırsaq, olacaq 28.000. Cavab B variantı verildiyi üçün B götürəcəm mən də. Doğru müqayisəni seçin. Doğru müqayisəni seçin deyirsə, cavab deməli A variantıdır da, bəli. Baxın, burada 5 rəqəmlidir, burada isə 4 rəqəmlidir. Rəqəmləri cəmi 18 olan 18 olan ən böyük 5 rəqəmli ədəd neçədir? Tək ədəd deyirsə, bax, bu sıfırlar getdilər artıq. Ən böyük 5 rəqəmli ədəd deyirsə, gəlin buna baxaq. 9-un üstünə 8, 17, birində əlavə edirik. 18 edir. Cavab B variantı. Niyə? Bax, burada da cavab əslində qalsa toplayanda rəqəmlərin cəmi 18 edir. Amma burada
taxılırdıq hələ. Amma burada ən böyük dediyi üçün, ən böyük 5 qrəm tək ədəd. Burada B variantını götürdüm. 33-ə baxaq. Hansı ədədin təkliklər sinifindəki ədəd 568 və 199 ədədlərinin fərqinə bərabərdir? Gəlin baxaq. Bunun üçün 18-dən 9 çıxanda 8 eləyir. Cavab C variantı. 18-dən 9 çıxanda 8 eləyir. Burada 5 qalmış. 5-dən 9-u çıxanda. Üzrəm 18-dən 9 çıxanda 9 qalır. Cavab B variantı. 15-dən 9 çıxanda 6. Burada 4-dən 1-in 3. Cavab B variantı. Fikrində tutduğum ədədin minliklər sinifindəki rəqəmlərin cəmi 13-dür. Minliklər sinifi. Buradır, buradır, buradır və buradır. Minliklər sinifindəki rəqəmlərin cəmi 13-dür. Burada rəqəmlərin cəmi 1 ilə 3 eləyir 4. Onluq mərtəbə qiyməti 80-dir. Onluq mərtəbə qiyməti 80-dir deyirsə, baxın, burada da onluq 80-dir. Burada onluq 80-dir. Fikrimdə hansı ədəd tutmuşam? Amma deyir, bu ədəd tək ədəddir. Tək ədəd deyildiyi üçün A variantını yox, D variantını götürəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.